Hadrutun görmədiyiniz yerlərini görməyə hazırsınız. Bugün sizlərlə bərabər Hadrutu gəzirik və orada heç yerdə görmədiyiniz görüntüləri sizlər üçün paylaşırıq. Gəzintidə başımıza nələr gəlir izləyək. Bura bizdən aşağı hissədir. Çox qəşəng yerdir, mənzərəsi möhtəşəmdir. İndi biz yavaş-yavaş düşürük çaya. Buradan bizim ev yuxarıda qaldı. Yuxarıdan nə qədər düşürük aşağı. Deməli, burada çay var. İndi düşürük çaya. Sizlər üçün də çəkəcəm. Möhtəşəm bir mənzərəsi var buranın. Bura kanaldır. İndi kanalda çəkəcəm. Elə bir ki, keçid körpü. Buradan da keçid edirik. Evin elə bir ki, içindən keçid var. Buradakı da nədir? Çox dərin quyudur. Çox da dərin deyil. Bundan dərin quyular var Hadrutda. Bu da çaydır. Çay gürraşıb. Üzü o tarafa. Yağış yağdığına göre hal-hazırda bulanıqdır suyu. Amma normalda çox belə yaxşı olur. Bu da küçələrdən biridir. Maraqlı bir ara küçəsi var. Görək burada nə var. Ara küçəsində heyvanlar yoxdur. Ehtiyatla. Gedirik. Yavaş yavaş. Uy. Bu evin arkasına yer var. Baxaq bir. Orada bir ev var. Çatmışır işte evler. Çox maraqlı evin görünüşü var. Qeyri-adidir. Qəşəngdə çiçək açıb. Bir maraqlı girişi var buradan. Yağış da bizi tuttu. Amma buna baxmayaraq çox gözəl hava var. Bir də sizə buradan çəkmişdim. Cincilimdir bu da. Bir dəqiqə. Çay yuxarı baxın. Bənövşə gülüdür. Görün nə qəşəng yerdə bitib. Həmzə. Qanqalın dadını rayonda yaşayanlar bilər. Qanqal ən sevdiyim bitkilərdəndir. Və bunu Hadrutda tapdıq. Elə fürsətdən istifadə edib orada gəzintimiz zamanı yedik. Oğluma da ilk dəfə qanqalı daddırdıq və o da çox sevdi. Artıq qanqalın mövsümü çıxır. Amma bu il Hadrutda doya-doya yeyə bildik və gəzintimizə davam edirik. Burada da sizə qaz xətlərimizi göstərirəm. Artıq Hadruta qaz xətləri çəkilməyə davam edir. Hər halda maya qədər verərlər. Bu gördüyünüz möhtəşəm mənzərə isə dağlardan aşağıda dumanlı çox möhtəşəm görsənir. Hadrutun dumanı çox fərqlidir. Burada Hadrutun mənzərəsini izləmək üçün əsrarəngiz yerlərdən biridir. Məscidin yanında yerləşir. Digər vloqumuz Hadrutda tikilən məscid haqqında olacaq. Ona görə də digər videoları izləməyi unutmayın. Bura iki çayın arasında yerləşən Hadrutdur, yəni köhnə Hadrut gedir əslində. Biz təzə Hadrutda yaşayırıq. Burada çox gözəl evlər var. Hər halda buralarda yaxın zamanda remonta veriləcək. Hətta burada əvəlik də tapdım, yığdım.
Hər halda qurudaramı, yoxsa bişirərəmmi bilmirəm. Bu çay da çox möhtəşəm çaydır. Deyərdim ki, Hadrutda gördüyüm ən gözəl çaylardan biridir. Hansı ki, onun kəsişməsi var. Onu da videolarda, son videolarda görəcəksiniz. Burada da 7 göz kəhrizə düşürük. 7 göz kəhriz Hadrutun ən gözəl bulaqlarından biridir. Bura səyahət üçün ən gözəl yerlərdən biridir. Mütləq Hadruta gəlsəniz bu yeri gəlib görməlisiniz. Artıq bura dövlət tərəfindən tarix abidə kimi qorunub saxlanılır. Bunun əsas kəhriz adı almasına səbəb olan yer, yəni yer altından gəlməsidir və daşlarla süzülür, möhtəşəm görüntü yaradır. Dediyimiz yeni bir küçüyə giririk. Yavaş-yavaş burada irəliləyirik. Burada iki çayın arasında yerləşən köhnə Hadrutdur. Hər halda bu evləri möhtəşəm şəkildə düzəldib fəaliyyətə verəcəklər. Burada belə bir yer var idi. Çox maraqlıdır bu yerlər nə üçün istifadə olunub. Hər halda düşünürəm ki, nələrsə soyuq qalsın deyə istifadə olunub, yoxsa bəlkə başqa bir şey üçün istifadə olunur. Fikirlərinizi şərhlərdə gözləyirəm. 2 dənə belə bir yer tapdıq. Bu biraz daha rahat idi. Bu biraz tunelə oxşuyurdu. Tam başa düşmədim bu nədir. Ona görə də elə çox da dərinə getmədim. Başımıza bir iş gələr deyə. Hətta orada çöküntü də oldu. Çox qorxduq. Belə yerlərə baxarkən ehtiyatlı olmaq lazımdır və orada artıq axşam düşmüşdü. Bugün ikinci günümüzdə Hadrutu gəzirik. Burada sizə Hadrutun, hansı ki Hadrutun mənası 2 çay arasında deməkdir və həmin o 2 çayın qovuşduğu yeri göstərirəm. Həmçinin həmin yerdə belə bir möhtəşəm bulaq da var idi. Təbii ki, bunların hamısını təmizləyəcəklər. Sadəcə sırayla, növbə ilə təmizləyirlər. İnşallah ki, yaxın zamanda oraların çox möhtəşəm görüntülərini sizlərə təqdim edəcəm. Bu suyun şəffaflığını görürsünüz. Təsəvvür edin ki, orada su yoxdur. Mən baxdım hətta, bir neçə dəqiqədən sonra yoldaşım dedi ki, onun içindəki sudur. Sonradan başa düşdüm, suyun o qədər təmizliyi var ki, həmçinin belə çox gözəl çaydır. Birləşir, istədim sizlərə də yaxşı şəkildə çəkim, paylaşım. Gəlir. Vlogumuz sizlər üçün maraqlı oldusa bəyənib, şərh yazıb, həmçinin kanalımıza abunə olmağı unutmayın. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Bundan sonra paylaşacağım vlog sizlər üçün çox maraqlı olacaq. Səhifəmizi izləmədə qalın.